Aydındır. Əsasını kim qoydu? Babur. Babur Şah. Neçənci ildə? 1526. 1526 idi. Hansı döyüşdə? Panipat. Panipat döyüşündə. Sən mənə deyilən görüm. Delhi sultanlığından fərqli cəhəti nə idi? Mən onu videoda demişdim. Fərqli cəhəti mənim. Cizyelər verilmişdi. Bəli. Sonra Bir də mən demişdim. illərdə fərqli. Yox, il yox. Bir də Moğol dövləti Hindlilərə nə cür baxdı? Sən baxmısan? Hə. Eyni Türklə belə bərabər olmayıb da. Bəli. Vəzifə verir. Bəli. Bəli, tamamilə doğrudur. Yəni Delhi sultanlığından fərqli olaraq bunlar Hindlilərə adam kimi baxırlar. Deyirlər ki, bunlar da adamdır. Bunlara da bir vəzifə vermək lazımdır. Bunlara da qabağa çəkmək lazımdır. Aydındır. Amma Delhi sultanlığı onları adam yerinə qoymurdu. Onları hər yerdə sıxışdırırdı. Deyirdi, mütləq onları müsəlman eləmək lazımdır. Delhi sultanlığında türklər və farslar hakimiyyətdə idi. Hindliləri heç it yerinə də qoymurdular. Aydındır. Elə idi də, fakt eləydi. Amma Moğollarda, yəni Baburilərdə, onlarda isə elə deyil. Fərqli deməli. Onlar deyirlər, bunlar da adamdır, nə olar, bunlar da Vəzifələr də verir. vəzifə verək bunlara filan, qabağa çəkək. Aydındır. Bir dənə də fərqi var. Moğol dövlətinin, böyük Moğol dövlətinin və yaxud da Delhi sultanlığından bir dənə də fərqi var. Bilmədim, 16-cı əsrdə yəni fərqli. Yaxşı, onu demirəm, onu soruşmuram. Bir dənə fərqi var. Quruluşunda fərqi var. Delhi sultanlığının mərkəzləşmiş idi. Xeyr. Amma bu Mərkəzləşmiş dövlət idi. Aydındır. Bax, fərqli cəhətlərini deyil. Deyildi, mərkəzləşmiş deyildi, amma bu mərkəzləşmiş dövlət idi. Bunların da fərqli cəhətlərini videoda demişəm. Baxmısınızsa, baxmısınız. Yəni fərqli, Oxşar deyil. yox, yəni onu demirəm. Mərkəzləşmiş dövlət nə deməkdir? Mərkəzləşmiş olmayan dövlət nə deməkdir? Bunları mən orada demişəm. Baxmısınızsa, baxmısınız orada, yəni ki. Bunları demişəm. Sonra oxşar cəhətlərindən, daha doğrusu fərqli cəhətlərindən deyirik ki, bir dedik ki, cizyənin ləğv edilməsi, düzdür, onu dedik. Bir də nə dedik? Hindlilərin vəzifəyə çəkilməsi.